Selamun Aleyküm Şeyx. Və aleykum salam. Məhərrəm ayında müsəlmanın üzərinə düşən hansı ibadətlər və vəzifələr var? Elhamdülillah, Məhərrəm ayı qardaşlar, deməli, haram aylardan biridir. Haram ay 12 ayın 4 ayıdır. Zilqadə, Zilhiccə, Məhərrəm. Bir də Rəcəb. Bu 4 ay haram aylardır. Bu aylarda insan özünə gərək zülüm eləməyə. Allah Subhanahu buyurur ki: "Və la tadlimu fihinna anfusakum." Tövbə surəsi 36-cı ayədir. Məhz ayları qeyd edəndə ki, 4-ü haramdır, deyir ki, o aylarda özünüzə zülüm eləməyin. Xüsusən, zülüm olsa da haramdır. Xüsusən də o aylarda. Ona görə Məhərrəm ayı elhamdülillah haram aylardandır. Məhərrəm ayı ilin dəyişdiyi aydır, ilin birinci ayıdır, yeni ildir, yeni ilin birinci ayıdır. Məhərrəm ayında oruç tutmaq fəzilətlidir. Peyğəmbər sallallahu əleyhi və səlləm tutardı. Məhərrəm ayında Aşura günü var. Aşura günü orucu Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim Aşura günü orucunu tutsa, bir il keçmiş günahları yuyulur. Sadəcə biz 2 gün tuturuq, müxalif olmaq üçün başqalarına. 9 ilə 10-u və ya 10 ilə 11-i də tutmaq olar, və ya 3-ün də 1, və ya 9, və ya hələ Aşura günün, və ya 9 ilə 10-u. Bu kimi, elhamdülillah, bu Ömər bin Xattabın vaxtında İslam tarixi təyin olundu. Və ayı da təyin olundu ki, birinci ay Məhərrəm ayı olsun. Hicrətin təxminən 16-cı ya 17-ci ilində. Bəli.